Bu iblisin şeytani bir cinayetle danlandığını eşitdi. Belə bir ağılsız qura bilərmi? Belə qüsursuz bir plan sizcə layiqdirmi yanmağa? Ya da başqasıdır cinayətkar? Ayda kimdir görəsən? Bir cür üstün zəka, hər şeyi fikirləşən, qeyri-qanuni şəkildə dünyaya getməyi məqsədləyən. Görəsən, o daha nağaracaq zəka planlarıyla. Görəsən, var ağlında. Bu yazığı öldürdünüz deyək ki, sonra bitti dava getdiniz. Qoy iblis günahı alsın boynuna, sonra isə qəlbləri yandırsın. Danışmalıyam artıq, bunu bilməlidir bütün cəhənnəm. Boş ver, mən idim o zəka, bütün ipləri tutan. Bir iblis düşünməz bu qüsursuz planı ağrıdır. Düşündün cinayətkarı tapdığını, bu de etiraz. O mən idim və deyiləm peşman. Çox peşmanam, niyə satdığımı satdım ki, budur boy üçün. Ölmək daha yaxşı, sənsiz bir ömür yaşamaqdansa. Səni yaşadacaq, aparırsan, mən buna layiq deyiləm. Mən idim o zəka, zəkanın özüyəm. Çox gec başa düşdüm, ulduz ışığında fəda edərəm özümü. İşığım, ürəyim, bizi ancaq ölüm ayırar. Oy, nə qədər də şirinsiniz. Bizdən kimsə bizə xəyanət eləyib. Bir qoyuş ay iblisi. Görünən o ki, kibrin səni ələ keçirib. Prince Dollars. Mənəm üstün zəka, burada qanun mənəm. O qanundur. Qaranlıq mənimdir. Qızıl mələk düşmədən çox əvvəl. Baxın, zəka planların çox balaca qalır mənim qarşımda. Siçanlar, sən alacaqsan bir cəza.